Ceyhun müəllim, buyurun. Allah həqiqətən də böyük bir nemətdir ki, biz bu Ramazanı belə bir formada keçirə bilirik. Bunun üçün əmin-amanlıq olmalıdır, sabitlik olmalıdır. Biz həmişə deyirik, şükür ki, bugün bu əmin-amanlıq, sabitlik var və bu da Cənab Prezidentin siyasəti, bizim orqanlarımızın həyata keçirdiyi işlər nəticəsindədir ki, bugün biz sizlə rahat burada oturub bu verilişdə bu müzakirəni apara bilirik. Şükürlər olsun. Çox şükür bu günlərə və əziyyəti olan hər kəsə Allah kömək olsun. Amin. Burada çox suallar bununla bağlı oldu və biz anlayırıq, bir məsələni insanlarımız bilsin ki, dində belə bir fərz, vacib yoxdur ki, mütləq Quran ərəb dilində oxunmalıdır. Bilirsiniz, biz bəzən zahirə çox önəm veririk, mən ümumi deyirəm, məzmun, mahiyyətə fikir vermirik, yəni bunu kimisə nəzərdə tutub demirəm. Yəni, əsas olan odur ki, biz özümüzü onda hesaba çəkməliyik, mühakimə etməliyik ki, mən nə dərəcədə Qurana əməl edirəm. Yəni, kim ərəbcə bilir, ərəbcə oxuya bilər, savab qazanır. Oxuya bilməyən Azərbaycanda oxuya bilər, türkçə oxuya bilər, başqa dildə də oxuya bilər. Bunlar hamısı Allahın kəlamıdır. Ona görə də yəni heç kim narahat olmasın. Çünki bilirsiniz, bu suallar bəzən niyə qalxır, bəzən lazım olmayan müzakirələr cəmiyyətdə gedir, insanlar çaş-baş qalır. Gündəmdə qalmaq üçün biriləri zaman-zaman sui-istifadə edir. Onu hamı bilsin ki, mənim belə bir öhdəliyim, vacibim, namaz vacibdir, fərzdir. Amma Quranı ərəbcə oxumaq fərz deyil. Hə, kimsə oxuyarsa daha gözəl, öyrənməyə çalışarsa daha gözəl. Ona görə narahat olmasın. Belə bir hökm yoxdur. Bəli, Allah Teala bütün dillərdə bizi başa düşür və ona görə oxusunlar, ondan da narahat olmasınlar. Amma ən önəmlisi biz ona gəlirik ki, yəni oxuduqlarını dərk eləsinlər və oxuduqlarına əməl etsinlər. Burada ən önəmli məsələ budur. Gözəl bir mesaj oldu. Təşəkkür edirəm.